Maqnit sahələrin superpozisiyası, maqnit xassələr, maddələr maqnit xassələri bölməsinin testlərinə baxırıq. Birinci sual amper qüvvəsi hansı ifadə ilə təyin olunur? Təbii ki, IBL sinüs alfa. Doğru cavabımız olacaq. Burada BIL sinüs alfa yazılıb, fərqi yoxdur. Delta L. Üçüncü sual. Maqnit induksiyası 5 militesla olan maqnitləşdirici sahədə yerləşən metal lövhənin daxilində maqnit sahəsinin induksiyası 20 tesla olduğunu bilərək metal maqnit fuzulunu tapın. Maqnit fuzulu mü bərabərdir. B böl B0 düsturu ilə təyin olunur. B burada maqnitləşdirici sahədə maqnit induksiyasını göstərir. İndi biz baxırıq ki, yəni metal lövhənin daxilində maqnit sahəsinin induksiyası maqnitləşdirici sahədə yerləşən metal lövhənin daxilində induksiyanı verib 20. Yəni bu B-dir, B-nin qiymətidir. Amma əvvəlki induksiya isə, yəni lövhənin daxilində hər hansı bir maqnitləşdirici olmazsa, onda biz bunu B0 kimi qəbul edəcəyik. Olacaq 5 milli-tesla. Milli 10⁻³ deməkdir. Və 10⁻³ müsbət 3 kimi qalxır yuxarı, olur 20⁻³ bölünsün 5. 20-ni 5-ə böləndə 4 vur 13, yəni 4000 cəbən. Növbəti sual. 5-ci sual. Nikel üçün Curie temperaturu 365 Selsidir. Hansı temperaturda nikel ferromaqnit xassəsinə malikdir? Biz dedik ki, ferromaqnit xassəsini Curie temperaturunun böyük temperaturlarda itirir maddələr. İndi bizdə Curie temperaturu 365 Selsi verib, amma biz bunu Kelvinə keçməliyik. Kelvinə keçmən qaydasını bilirdik. Üzərinə 273 gəlməklə. Hesablama aparırıq. 5, 3, 8, 6, 7, 13 bir yadda. 638 Kelvin. 638-dən böyük ədəd, kiçik ədəd seçirik. Çünki xassəsinə malikdir deyir. Bundan yuxarı temperaturda malik olmur, amma kiçik temperaturu seçməyə lazımdır. O da eləyir 630 demək. 7-ci sual. Yenə 365 Selsini verib, deməli, Curie temperaturu nikel üçün. Hansı temperaturda nikel ferromaqnit xassəsi malik deyil? Biz bayaq hesabladıq ki, 638 Kelvindir. İndi malik deyil deyirsə, bundan böyük rəqəmi seçmək lazımdır. O da olacaq 650 yebəndir. 9-cu sual. İki cəryanlı naqilin ən kəsik təsvir olunmuşdur. Cəryanların istiqaməti şəkil müstəvisindən perpendikulyar istiqamətdə bizə doğru yönəlib. Naqildəki cəryan şiddətləri eynidir. Yəni, I1 I2-yə bərabərdir. Naqillərin eyni uzaqlıqda, yəni məsafələr də eynidir. A nöqtəsinə qədər məsafələr də eyni verib bizə. A nöqtəsində maqnit induksiya vektorun hansı istiqamətdə yönələr? Bizdən yekun induksiyanı istəyir. Gəlin, baxaq. Bunun üçün nə edirik? Deməli, birinci növbədə mən bunun, belə deyim də, əsl qaydasını sizə göstərəcəm. Sonra daha asan praktik yolunu başa salacağım. Deməli, birinci növbədə yenə qaydaya uyğun olaraq bunun ətrafında bir maqnit sahəsi yaranır və demişdik ki, maqnit sahəsi induksiya vektorunun istiqaməti əgər cəryan nöqtə ilə verilərsə, saat əqrəbinin əksinədir. Onda belə çıxır ki, birinci halda, bax bu birinci naqil olsun, bunun bu birinci yazaq, buna da ikinci yazaq. Birinci induksiyası bu nöqtədə, deməli, bu şəkildədir. Bu B1 yazıram buna. İndi ikinci gəlin tapaq. İkinci də bir dənə bunun ətrafına bir maqnit sahəsi yaranır. Və yenə nöqtədir. Nöqtə necə olur biz dedik. Deməli, nöqtədə yenə də saat əqrəbinin əks istiqamətdə. Gəlib bu nöqtəyə çatanda yenə də bir dəqiqə bayaqki vektoru daha dəqiq çəkim. Burada belə deyil. Biraz baxın, burada A nöqtəsi belədir və istənilən nöqtəyə çevrə toxunandısa B1-i belə götürə bilərik. İkinci halda isə bu nöqtədə yenə də çevrəyə toxunan B2 bu istiqamətə yönələcək. Və yekun istəyir bizdən. Yekun isə bax bu, yəni bunların ortasından keçən vektor olacaq. Biz vektorların toplama qaydasını bilirik. Birincinin sonu, ikincinin başlanğıcı, cəm vektor 1-dən 2-yə yönəlir. Yəni bax bu yekun induksiyanın istiqaməti 1 ilə üst-üstə düşəcək. Yəni doğru cavab 1 olacaq. İndi daha asan variantı sizə başa salıram. Yenə də radius vektorunu işləyək. Onu silirəm. Radius vektorla işləyəcəm. Deməli, birinci növbədə yenə buradan bir perpendikulyar xətt çəkirəm. Daha doğrusu, belə deyin siz bunu, nöqtə ilə, yəni cəryan nöqtəsi ilə A nöqtəsini birləşdirirsiniz. Sonra həmin nöqtədə saat əqrəbinin əksinə nöqtə olduğuna görə A nöqtəsini saat əqrəbinin əksi istiqamətdə perpendikulyar
bir B vektoru çəkin. Yəni təxminən B3 vektoru bu istiqamətdə olacaq. Bir dəqiqə. Yazıram buna B3. Bax, budur B3'ümüz. İndi gəlirəm eyni prinsiplə. Gəlin bunu da başqa rənglə eləyək. Aha. İndi deyək ki, bu rənglə göstərək. Bax, bunu da buradan A nöqtəsindən birləşdirirəm. İndi bax, bu ikinci xəttdə. Bax, bu ikinci xəttlərə nömrələr artır, sizi çaşdıra bilər. Bax, bu mavi rəngə uyğun saat əqrəbinin əksi istiqamətə bir perpendikulyar xətt çəkirəm. Radius vektoruna perpendikulyar. Yəni görürsünüz, bax, perpendikulyar budur. Birincidə buydu, ikincidə bu oldu. Bu da B2, ikincinin. Bax, bu birinci olsun, ikinci naqil olsun. Birinci naqil, ikinci naqil. Birinci naqil induksiya vektoru bax budur. Qırmızı ilə göstərilən yuxarıdakı. İkinci isə mavi rənglə göstərdiyim bax budur. B2. Və bunların ikisinin ortasından keçən vektor budur. İndi üçüncü üsul başlayacağım. Üçüncü üsul başlayacağım izah etməyə. Üçüncü üsul hamısının asandır, amma tam başa düşəndən sonra baxın ona. Üçüncü üsulda əgər gördünüz ki, cəryanların istiqamətləri eynidir. Yəni bu da nöqtə, bu da nöqtədir. Onda bunların ikisini çıxıb bir dənə ortaya bir nöqtə yaza bilərsiniz və bir dənəsinə uyğun yekun induksiyanı tapa bilərsiniz. Yenə də radius vektorunu çəkin, belə perpendikulyar xətt çəkin. Sonra bax, perpendikulyar çəkdiniz A nöqtəsinə. A nöqtəsinə perpendikulyar yox. A nöqtəsini bu cəryan naqili ilə birləşdirdik və həmin A nöqtəsində saat əqrəbinin əksi istiqamətdə perpendikulyar vektoru göstərir. Doğrudan da cavab 1 oldu. Yəni bunların ikisinin əvəz edicisi bir dənəsini belə yazmaq olar. Əgər naqildən cəryan eyni istiqamətdə axırsa bunu tətbiq etmək mümkündür. Sonra 11-ci sual. Dokuza baxdıq. 11. 11-də nə deyir? Eyni cəryan naqillərin kəsikləri göstərilmişdir. A nöqtəsində yekun maqni induksiya vektoru hansı istiqamətdə yönələr? Yenə də x-dir. Bax, birinciyə baxırıq. Bax, bu birinci olsun. Birinci cəryan naqilə burada özü elə bir çəkib əslində məsafələr göstərmək üçündür. Çünki əslində maqni induksiya vektoru məsafələr fərqli olsa, ədədi qiymətləri onların fərqli olacaq. B-nin düsturu belədir. Mu 0, i bölünsün 2 pi r. Yəni bax, bu r naqildən belə deyim də nöqtəyə qədər məsafədir. Verilən A nöqtəsinə qədər məsafədir. i də cəryandır. Yəni bu düstura görə əgər bunun məsəl üçün eri ilə birinci naqilin eri ilə ikinci naqilin eri fərqli olsa, təbii ki, olan B-lər də fərqli olacaq. Sadəcə burada eynidir. Görürsünüz, məsafələri erir verib. Gəlin baxaq. Yenə də x olanda demişdik necə fırlanma var? Saat əqrəbi istiqamətində. Buna yazıram B1. B1. İkincini də eyni prinsiplə göstərirəm. İkincidə də nöqtə ilə cəryanı birləşdirsəm və bu dəfə saat əqrəbinin əksi istiqamətdə fırlanma olduğuna görə nöqtə daxı B2 də deməli A nöqtəsində aşağı yönələcək. Və bunların ikisinin yekunu isə cəm olacaq A bəndi. Yəni aşağı yönələn. 13. A nöqtəsində yerləşdirilmiş sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı şəkildə düzgün göstərilmişdir? Naqillərdə i cəryanı şəkil müstəvisindən perpendikulyar istiqamətdə bizə doğru yönəlmişdir. Yəni baxaq. Deməli, bayaq dediyimiz qaydaları tətbiq eləyək. İkisi də cəryan naqillərdən ikisi də nöqtə ilə göstərilmişdir. Nöqtə ilə göstərilibsə, bunların ikisini silib ortada bir dənə nöqtə yaratmaq olar. Belə bir nöqtə deməli göstərirəm. Və biz bilirik ki, bu nöqtəyə gəlib çatanda A nöqtəsində yekun induksiya saat əqrəbinin əksi istiqamətdə bax bu radius vektoru perpendikulyar olacaq. B-nin istiqaməti bu şəkildədir. Və sonra demişik ki, B vektoru hansı istiqamətdə yönəlibsə, əqrəbin en qütbü də ondan üst-üstə düşməlidir. Yəni bu tərəf n, bu tərəf s olmalıdır. İndi həmin ona uyğun olan variantı seçirik. Olacaq D bəndi. D bəndi olacaq. Demək, səbəbi də aydındır. Çünki B vektoru bu istiqamətə yönəlir. Biz də bilirik ki, B vektoru belədirsə, induksiya xətləri n-dən s-ə yönəlir. S qütbü n-i özünə çəkir. N qütbü də s-i özünə çəkir. Doğru cavab olacaq. Deməli, D bəndi. 14-cü sual fərqli olduğuna görə 14-də də baxıram. 13. İki sonsuz cəryan naqil bir-birinə paralel yerləşdirilmişdir. Yəni, bu cəryan naqillərin uzunluqları məlum deyil, sonsuz uzun naqillər verilmişdir bizə. Bir-birinə də paralel qalıblar. Birinci naqilin O nöqtəsinə yaratdığı maqni induksiyasının modul 20 milli Tesladır. Yəni, B1-imiz verilib bizə.
B1 20 milli Tesla. Bizden soruşur ki naqillərin hər ikisinin O nöqtəsində yaratdığı yekun induksiyanın modulu və istiqaməti üçün hansı ifadə doğrudur? Birinci növbədə gəlin birinci naqilin, bunu bir adlandırın. Həmişə solu 1, 2, sağı 2 adlandırın. Daha rahat olacaq. Yəni şərt deyil əslində təbii ki bu. Kimə necə rahat o cür eləsin. Deməli, yenə də sağ yönlü boru qaydasından B istiqaməti təyin olunacaq. Baş barmağınız cəryan istiqamətindən, yəni yuxarı yönələcək. Onda birinci naqilin sol tərəfi nöqtə, içərisi isə x olacaq. İndi eyni prinsiplə gedirik. İkinci naqildə də baş barmağımızı aşağı yönəldirik. Əlimizi yarı bükürük. Çöl tərəf olacaq bu dəfə. Yəni sağ tərəf nöqtə, içəri isə x olacaq. Belə çıxır ki, bu nöqtədə B1 və B2 vektorları x ilə verilir. X nə deməkdir? X o deməkdir ki, maqnit induksiya vektoru bizdən şəkil müstəvisinə doğru yönəlmişdir. İndi bax bizim B1'imiz də 40, B2'miz də 40. B2 bağışlayın 40 yox. 20, B2'miz də 20 olacaq. Niyə 20? Çünki cəryanın qiyməti eyni. Bayaq yazdığım düstura görə μ0 i bölü 2 pi düsturuna görə. I eyni, cəryanlar eyni, məsafə eyni. Deməli bunların induksiyaları da eyni olacaq. B1 20 isə B2 də 20 olacaq. Və bunlar hər ikisi x təşkil elədilər. Yəni x istiqamətə yönəldilər. Bizdən şəkil müstəvisinə yönəldilər. O nöqtəsində hər ikisini x aldım. Əgər eyni istiqamətə yönəlibsə, yekun induksiya necə tapılacaq? B yekun bunların cəmi olacaq. B1 topla B2. Onda doğru cavab B1 topla B2 və variant x ilə veriləcək. 20 milli Tesla'ya bərabər olacaq. Bizdən şəkil müstəvisinə doğru yönələcək A bəndi. Doğru cavabımız A olacaq.